Biz vücudumuzu inkişaf etdirmək üçün, dəyərimizi artırmaq üçün yaranmışıq. Bu potensial, bu güc insanda var. Bunu dedik və qeyd elədik ki, imtihanın da əsas fəlsəfəsi budur. İmtihan içəridə olan istedadların çiçəklənməsi üçündür. Özdəki imtihan, bunu da yadınızda saxlayın, keçmişdə qeyd elədik. İmtihan hansısa ayrı-ayrı xüsusi hadisələr deyil. Deyək ki, mən bugün imtihandayam, ya imtihan hər bir hadisəni əhatə edir. Səhərdən axşama qədər, ömrümüzün sonun anına qədər hər bir kiçik və böyük hadisə imtihandır, başqa bir şey deyil. Hər bir istisnasız olaraq. İmtihan nə üçündür? İmtihan dəyişmə fürsətidir, çiçəklənmə fürsətidir. Daxildə olan müxtəlif istedadların çiçəklənməsi mühitidir. Ona görə də imtihanı bahara bənzətdik. Necə ki, bahar gəlir, mühit dəyişir, ağaclar başlayır çiçək açmağa. Eləcə də hər bir imtihan həmin o çiçəklənmə mühitidir. Hər bir hadisə başımıza gəlirsə, onun içimizdə nəsə bir yatmış istedadı oyatmaq imkanı var. Bunun üçün qarşımıza çıxır. Baxışımız imtihana düz olsa, imtihan stres yaratmaz bizdə. İmtihan bir çiçəklənmə mühitidir, şəraitidir, imkanıdır, fürsətidir. Burada bir haşiyə çıxmaq istəyirəm. Bu haşiyə bundan ibarətdir ki, ümumiyyətlə mən soruşuram ki, bizim bəhsimizin məqsədi nədir? Bax, bu mövzunu açmağımızın, bu cümə xütbələrində bu mövzuya toxunmağımızın. Əvvəlcədən deyirəm ki, bu moizə deyil. Bu, elm vermək deyil, elm məclisi deyil. Bəzən insanın moizəyə ehtiyacı olur, bəzən nəyisə öyrənməyə ehtiyacı olur. Bu, bildiklərimizi xatırlatmaq üçün də deyil. Bilirik, bəzi şeyləri yadımıza salmaq üçün bura toplaşmışıq. Bəs bizim məqsədimiz nədir bu xütbələrdən, xüsusilə bu mövzuda danışdığımız xütbələrdə məqsəd nədir? Məqsəd baxışı dəyişməkdir. Baxışı düzəltməkdir. Yanaşma tərzimizi dəyişməkdir. Və çox mühüm məsələdir bu. İnsan hadisələrə, hər şeyə hansı bucaqdan baxır, inanın mənə çox mühümdür. Çox mühümdür. Və mən etiraf eləmək istəyirəm ki, biz müsəlmanların dinə və dini məsələlərə, həyata, bir çox məsələlərə əsrlərlə yanlış baxış bucağımız formalaşıb. Bunu da bir günə dəyişmək olmur. Biz çalışırıq ki, bu baxış bucağını dəyişək. Məqsədimiz bundan ibarətdir. Həyata baxışımız nədir? Onu islah eləyək. Bir test deyim sizə, məsələn, tutaq ki, müəyyən psixoloji testlər olur da, müəyyən mövzularda keçirirlər. Bu, belə bir testdir ki, bu tarixdə bir dəfə olub. Mən bunu bir test şəklində sizin üçün təsvir edirəm. Məsələn, bir heyvanın, üzr istəyirəm, itin ölüsünü qoyaq bir yerə və adamlar sırayla keçsin, görək ki, nə təəssürat yaranır. Məsələn, biri burnunu tutacaq, deyəcək, bu nə pis iyi verir. Biri deyəcək, vay, bunun bədəni bütün qurt basıb. Biri də gəlib keçəndə baxacaq dişlərinə, deyəcək, məsələn, bunun nə gözəl dişləri var. Həmin bir hadisə tarixdə olub. Bu testi Allah eləyib. Hər an biz bu testlərlə qarşılaşırıq. Hardan baxırıq məsələyə? Həzrəti İsa bütün həvarilərin içində yeganə insan idi ki, dedi, bu itin nə gözəl dişləri var. Onu elə-belə demədi, obrazlı demədi. Adam o qədər alışıb, baxışı belədir. Başqa cür baxa bilmir. Başqa cür görə bilmir. Baxış bucağı budur. Bu birisi isə burnunu tutur, niyə? Ona görə ki, hər şey öz mənfəətindən baxır. Mənə ziyan gətirir pis qoxu. Bunu mən pəncərəsindən baxır deyə. Dərhal qoxu onu narahat edir, ona münasibət bildirir. Bu fərqli bir baxış bucaqlarıdır. Hardan baxır insan?
Bu bir epizoddan götür Həzrət İsa'nın həyata baxışını. Demək, bu gözəlliyi axtaran insandır. Gözəlliyi görən insandır. Çirkinliyin içində gözəlliyi tapan insandır. Bilirsiniz, bəzən deyirlər, ancaq gözəlliyi görür. Adam deyir, çirkinliyi də var yanında. Deyir, çirkinliyin də içində bir müsbət bir şey tap özün üçün. Bu elə-belə deyil, təsəlli üçün. Bu bir baxış bucağıdır, həyat fəlsəfəsidir. Məsələn, bir yerə gedirsən, canlandırın da səhnəni. Məsələn, görsən, postda bir əskər dayanıb, yaxınlaşırsan, deyirsən ki, məsələn, filan yerə necə gedim, misal üçün deyirəm. Soruşub çıxıb gedirsən, maşında bir qadın olsa, deyir, əskərdir, anası indi bunun yolunu gözləyir. Sənin mənim ağlıma gəlməz əskər görəndə, o bizim ağlımıza gəlsin ki, bu bir ananın övladıdır. Onun anası gözləyir. Ana baxışı bu bucaqdandır, məsələn. Ananın baxışı əskərə bu tərəfdəndir, bu bucaqdandır. Məsələn, bir tıxacda dayanmışsan, biri deyəcək ki, nizamsız sürürlər, yola nəzarət yoxdur tıxacda. Biri deyəcək ki, cəmaatın imkanı yaxşıdır, maşınları çoxalıb. Demirəm, hansı düzdür, hansı səhvdir. Amma iki dənə fərqli baxış bucağıdır. Allah Quranda baxışımızı düzəltmək istəyir ilk növbədə. Və şeytan baxışımızı əymək istəyir. Kamil insan nədir? Kamil insan bir sözlə ifadə eləsə, hər şey olduğu kimi görən adamdır. Hər şey düz baxış bucağından baxan adamdır. Və bu bir prosesdir, bu asan deyil. Bunun üçün nə qədər insan özü ilə iş görməlidir ki, şəffaflaşsın, olduğu kimi əks eləyə bilsin ruhunda hər şeyi, əks elətdirə bilsin. Baxış bucağı düzəlməzsə elm adama fayda vermir. Əksinə çox vaxt elm artdıqca səhv daha da çoxalır. Çünki düz baxmır bu. Ona görə Quran elm verməkdən öncə bizim baxışımızı düzəltmək istəyir hər şeyə. Bunun üçün xeyli iş görməlidir insan, düz adamla oturmalıdır, düz baxış olan adamla. Bunun üçün insan çox düşünməlidir, Qurana müraciət eləməlidir, Quran oxumalıdır, Quran baxışımızı təmizləyir, düzəldir. Xeyli iş. Bir bahalı maşında gedir, baxan kimi deyir, Allah bilir hardan qazanıb bu, gedib cəmaatın filan danışdı. Elə bir polis işçisidir bu. Sən nə işə qalıb, hardan qazanıb? Adam da var, görür, azdır belə adam təəssüf ki. Deyir, maşallah, nə yaxşı, Allah başacan eləsin, Allah heç tanımadığı adamdır. Görür ki, məsələn, bir adamdır, bir qiymətli bir maşındadır, məsələn. İlk təəssürat nədir? Hardan ağlığa gəldi sənin ki, bu hardan bunu neyniyib? Sən niyə görə bir adamın yaxşı bir maddi cəhətdən də olsa, rifahına şad ol, sevin. İnanın, bir çox problemlər, səhv düşüncələr bu baxışdan yaranır. Hər adama ana baxışı ilə, öz anası kimi baxasan. Bəzən kişiyə də ana kimi baxmaq olar. İmam haqqında deyirlər ki, imam ana kimidir, məsələn. Ana heç də ancaq qadınlara aid deyil. Bəzi xüsusiyyətlər var ki, məsum imama ana xüsusiyyətinə aid edib İmam Rıza əleyhissalam. Çünki başqa cür ifadə eləmək olmur. Başqa cür, necə deyim, imamı tanıtdırmaq olmur. Bu ayədən başladıq. Əlləzi xələqəl mavtə vəl həyat liyəbluvakum əyyukum əhsənu əmələ. Baxışımızı düzəldək də əvvəl həyat. Həyatın qaydalarından danışırıq axı. Yadınızda da keçən cümlə danışdıq. Niyə deyir əvvəl? Allah o kəsdir ki, ölüm və həyatı yarattı. Halbuki ölüm həyatdan sonra gəlir. Amma ölümü qabaqcadan deyir. Ne üçün? Ölümdən başda, axırdan əvvələ gəlir. Yəni müvəqqətiliyini qabardır. Həyatın qaydaları ilə tanış olmamışdan öncə bil ki, sən burada müvəqqətisən. Müvəqqətiliyini bil, ona uyğun davran. Və misal çəkdim ki, ziyarətə gedirik, otelə daxil olanda qaydaları öyrənirik. Yemək neçədə verilir? Məsələn, haradadır yeməkxana? Wi-Fi-in kodu nədir, neçədir? Məsələn, bunları öyrənirik. Amma şuur altıda nə var? Bilirik ki, bu 3 günlüdür. Ona uyğun davranırıq.
Həyatı da əvvəl Allah deyir, "Əlləzi xələqəl mauta vəl həyat." Yəni bu qısadır, həyat qısadır, müvəqqətidir. Ondan çıxış elə. Baxışımızı düzəltmək istəyir. Biz bilirik, öləcəyik. Amma bizim həyata baxışımız, davranışımız bildiyimizə uyğun deyil. Məsələ burasındadır. Deyə bilərsən, bunu mənim demək lazımdır ki, həyat müvəqqətidir. Allah deyir ki, deyirəm, amma düşüncənizi, fikrinizi, həyatda davranışınızı buna uyğun eləmirsiniz. Yaşayanda elə yaşayırsınız ki, müvəqqətiliyinə uyğun deyil həyat. Deməli, baxış bucağınız yanlışdır. Və bunu mən çox demişəm, həmişə bu mövzularda bu dua yadıma düşür ki, görün bu nə qədər mühüm mövzudur ki, İslam Peyğəmbərinin duasıdır. Allahümmə ərinil əşyaə kəma hiyə. İlahi, hər şeyi mənə olduğu kimi göstər. Bu kiçik məsələ deyil. Hər şey necə var elə görün. Bu böyük hünərdir. Quran oxuyurdum, cavan oğlandı Kəbənin qırağında. Bunu da demişəm bu məclislərdə, bu misalları. Təkrarın eybi yoxdur. Quran oxuyurdum, deyir, birdən ürəyim az qaldı, həyəcandan yerindən qopsun. Dedim, soruşdu, alim deyir, soruşdu, nə oldu ki birdən Quran oxuya-oxuya? Deyirsən, Quran oxuyurdum, birdən qəlbimə bir mərifət gəldi, bir baxış yarandı Quranla bağlı. Dedim, vay, mən sənin üçün nə qədər mühüməm, ay Allah. Peyğəmbərə deyirsən, onu de, bunu da de ona, onu da de ona, onu da de ona. Hey deyirsən, bunu yadına sal, onu xatırlat, onu de. Mən sənin üçün nə qədər mühüməm. Deyir, bunun həyəcanıydı, Qurana düz baxışdı bu. Bir adam sənə vaxtını ayıra, bir böyük adam. Hey, sənin nəsiyyət elə ki, belə eləyir, deyirsən, mənə dəyər verir bu. Allahın mənə verdiyi dəyərə bax, deyir. Kitabında, hey, deyir, bax, denən belə eləsinlər. Onu da denən, bunu da denən, bunu da denən. Deyir, bunları oxuduqca mən Qurana fərqli baxışdan baxdım, heyrətləndim ki, gör, mən nə qədər sənin üçün mühüməm, ay Allah. Bu düzgün baxışdır Quran-ı Kərimə. Məsələn, psixoloqlar deyir, uşaqların özünə məxsus bir baxışı var. Məsələn, bir toyuq şəklini qoyur, yanında da cüzəsi. O saat sual verəcək ki, bu anadır, bu balasıdır, bəs atası hanı? İki böyük ağac şəkili qoy, bir dənə balaca ağac, deyəcək, bu ağac atadır, bu ağac anadır, bu da balasıdır. Öz gördüyü odur da, dünyası ondan ibarətdir deyə, o oradan çıxış edir, hər şeyə baxır. Bu, belədir insanda. Mən çalışıram bunu eləyəm, böyük iddia çıxmasın. Yəni, biz birgə müzakirə eləyirik də, nə ilə də razılaşmasaz, deyə bilərsiniz, valla sərbəst, şad olaram. Amma mən baxıram, görürəm, nə qədər çətin işdir bu. Nə qədər səhv anlaşılır, nə qədər o stereotiplər köklənib dəyişmək mümkün olmur. Sən deyirsən, yenə də başqa cür başa düşülür. Mən belə başa düşürəm ki, bu adamların öz əlindədir, onu kənardan eləmək çətindir. Onu sadəcə kənardan nə isə oyatmaq olar, adamlar özü təfəkkür nəticəsində bunu eləyə bilər. Allah da ayələrin xeyli hissəsində bu işi görmək istəyir bizlə. Qayıdaq bəhsimizə, insan kamilləşə bilir. İnsan kamilliyi Allaha tərəf getməyindədir. İnsan Allaha tərəf getməlidir. Bu, kənardan deyilən əmr deyil. Bu da dinə bizim səhv baxışımızdır ki, elbə Allah oturub, kefi istəyib, deyib, bunu eləməlisən, mənə tərəf gəlməlisən. Yox, belə deyil baxış. Allah bir mövcud yaradıb ki, onun ehtiyacı bunadır. Və ehtiyacda olduğu şeyləri ona bəyan edib. Ehtiyac onadır. Bundan başlamalıyıq. Necə Allah təbiətdə bizim ehtiyacda olduğumuz hər şeyi yaradır. Su istəyirik, su yaradıb, yemək istəyirik, yemək yaradıb. Eləcə də bizim bütün mənəvi daxili ehtiyaclarımızı təmin eləmək üçün din göndərib. Din bizim ehtiyaclarımızın cavabından başqa bir şey deyil. Görsən, fərqli baxış bucağıdır bu. Din ehtiyacları cavablandırır, ehtiyacları təmin edir. Entumul fuqara'u ilallah. Siz Allaha ehtiyaclısınız. Yoxsa belə deyil ki, mən deyirəm, gəl mənə tərəf, mənim keyfim belə istəyir, mən Allaham da özüm bilərəm. Belə deyil. Sənin buna ehtiyacın var. Ona görə gəl əvvəl insanı tanıyaq, birinci mərifət insan haqqında. Mən ərəfə nəfsəhu fəqət ərəfə rəbbə. İkinci, Allahı tanıyaq. Üçüncüsü, bildim ki, mən insanın Allaha ehtiyacım var, necə getməliyəm? Necə getməliyəm, gələ dini tanısın.
Üçüncü mərifət, din mərifəti, din tanımadır. Və din bunu hansı vasitələrlə biz aparır? Biz harda gedirik bu yolu? Yol, harda gedilir dünyada? Deməli, həyatı tanımalıyıq. Bu həyatın qaydalarını bilməliyik. Biz dördüncüdən danışırıq. Özünü tanıma, Allahı tanıma, dini tanıma və həyatı tanıma. Biz həyatı tanımadan danışırıq. Bunu tanısaq elə hamısını da tanıya bilərik. Bunlar bir-birindən əlaqəlidir. Həyatın qaydalarını bilmək istəyirik. Biz bilsək əvvəl həyat nədir, qaydaları nədir, düz hərəkət edəcəyik və din də onda düz başa düşüləcək bizim tərəfimizdən. Həyatı tanımadan dindarlıq edən adamlar dinin hər bir hökmünü ağır yük hesab edir özünə. Və hər yerdə də elə yüklənir səbrin üstünə. Səbr elə, iman, axirət belə olmamalıdır. Biz anlamalı olduğumuz məsələlərin cavabını anlamırıq, yüklənirik imanın üzərinə. İman da 1, 2, 3 yükü yığırıq üstünə dözmür. Sonra deyir bizim iman. İman zəif deyildi, bir çox məsələləri agahlıqla həll eləyərdi. Sən belə bir mənzərə təsəvvürünü təyyarədə uçursan, pilot da sənin tanışındır, təyyarəni idarə eləyən. Birdən başladı təyyarə sirkələnməyə. Baxırsan pilota, deyir olan şeydir. Bu adi bir şeydir. Deyir sənə, o qədər sənə səbir lazım olmadı burada. Amma bilməsən, hər şeydə səbrindən xərcləməli olacaqsan. Hər şeydə imanından xərcləməli olacaqsan. Orada ona baxırsan, deyir, narahat olma, bu qaydası belədir. Həyatı da tanıyanda, başvuru işgəndirsən, hə, aydında qaydası belədir. Bilməyəndə deyirsən, yox, mən səbr eləməliyəm, filan, başlayırsan qalxmağa, elə bilirsən ki, belə deyir, böyük bir iş görmüsən, Allaha başlayırsan minnət qoymağa. Halbuki bu kafir, mömin, hamı üçün həyatın qaydasıdır. Bu qaydanı əvvəldən bilsən, onda hər şeyi səbrə, imana yükləməyəcəksən. Hər bir oyunda uğurlu adam kimdir, oyunun ilk növbədə qaydasını bilsin gərək. Həyatı tanıyanda Allahın əmrlərini daha rahat tanıyırsan, həmahəng görürsən, bilirsən, hə, bax, bu əmrin hikməti buymuş. Başa düşürsünüz? Onda əmrləri sən rahat icra edirsən. Valideynlərə yönəlib, üst tutub, xahiş eləmək istəyirəm ki, uşaqlara həyatın qaydalarını öyrədin. Deyən, oğlum, qızım, həyat belədir. Bunu öyrədin, bunu öyrətmədən dini məfhumları öyrətməyin. Yoracaq, bezdirəcək, praktiki görünməyəcək, mücərrət görünəcək. Həyatı öyrədin. Həyatı öyrədin, dinə özü gedəcək. Həyatı düz tanıyan adam dinsiz yaşaya bilməz, düzgün tanıya bilsən. Əli əleyhissalam Nəhcül Bəlağanın 31-ci məktubunda övladına yazır, bütün gənclərə müraciət edir. Başlayır, ilk növbədə 21 xüsusiyyət sayır dünya həyatı üçün. Nəsiyyəti bundan, dünya belədir, dünya elədir, dünya istədiyi verməyəcək hamısını, dünya falan eləyəcək. Bunları anlatdıqdan sonra gəlir, çıxır Allaha, Peyğəmbərə, dinə. Dünya həyatını tanımadan olar olmazı deyəndə ağır gəlir, uşağa ağır gəlir. Quran bu üslubda gedir. Bax, Quran həyatşünaslıqla yanaşı hökmləri tanıtdırır. Həyatı tanımağa hardan başladıq biz? Nədən başladıq? Bu ayədən. Əlləzi xələqəl məvtə vəl həyat liyəbluvakum əyyukum əhsənu əmələ. Dedim, ölümdən başlayır, ilk növbədə deyir, başlanğıcda bil ki, həyat müvəqqətidir, qısadır, sonu var. Əcəl var bu dünyada. Cavansan, cavanlığın sonu var. Sağlamsan, sağlamlığın sonu var. Həyatın qaydalarıdır, reallığıdır. Hər şeyin sonu var. Əcələ baxmasan, hədislərdə var. Arzular səni məhv edəcək. Yəni, xam xəyallarla yaşayacaqsan. Xam xəyalları aradan aparmaq üçün deyir, ölüm və həyatı yaratdı. Həyatla tanışdığımızı Quran necə başlayır? Müvəqqətiliyini qabardır. Ay qardaş, bil ki, müvəqqətidir, ona uyğun davran. Ona uyğun davran. Sonra imtihanın hədəfi, dünya həyatının hədəfi daha doğrusu. Liyəbluvakum, imtihan üçün.
Əyyukum əhsanu əmələ. Bunlar hamısı keçmişlə bağlı, keçmişdə dediklərimizin xülasəsidir. Liyabluvakum əyyukum əhsanu əmələ. Demir kim yaxşıdır, kim pis. Deyir kim yaxşı, kim daha yaxşıdır. Mövzu bundan ibarət. Cənnətə istəyirsən, cəhənnəmə sual deyil. Təbəssümləndir. Deyir cənnətin harasına istəyirsən. Allah təbəssümlə danışır, qaşqabaqla yox. Cənnət deyə cəhənnəm istəyirsən, tez də görün. Belə danışmır. Deyir, sənin qarşında cənnətdir, onun təbəqələridir. Müsabiqədir, ən yaxşı uğrunda. Belə deyil ki, komandalar yarışır, qalib gələnə mükafat verirlər, uduzanı edam edirlər. Belə müsabiqə olmaz. Streslə olmaz. Hamı belə deyə keçib, qazanıb, iştirak edir və indi yarış gedir daha yaxşı olmaq uğrunda. Qiyamət günü, bax burada oturmuşuq yan-yana bir yerdəyik. Qiyamət günü bu fərqlər görünəcək. Baxıb görəcəksən, məsciddə yanında oturan, hara gedib çıxıb, bax sən mənlə idin, nə oldu belə elədin? Hara getdin, çıxdın, niyə belə məqama getdin, çatdın? Bir yerdəydik biz. Müsabiqə ciddidir, ciddi müsabiqədir. Əyyukum əhsanu əmələ. Ən faciəlisi mənim kimilərin işidir. Hələ mən cəhənnəm demirəm, xəcalət bundadır ki, cəmaat qulaq asa, sənə qulaq asa, sən qalasan aşağıda hamı keçə, hər şey yox. Adam bu qapısından keçəndə bir xəcalət çəkər bu müsabiqədə. Bunun xəcaləti belə bir xəcalətdir. Ona görə dualara baxın, deyir ki, vəc'alni min əhsəni abidik, nəsibən indək və əqrabihim mənzilətən mink. Dua belədir. Deyir, Allah məni ən yaxşılardan elə. Min əhsən, əhsən ən yaxşı. Və məni ən yaxın bəndələrdən elə. Yarışma bunun uğrundadır. Birinci yer uğrundadır. Allah gətirmir. Nə içəcəksən? Qonaq gəlmirsən birinin evinə, nə içəcəksən? Alma şirəsi var, bir də sisan zəhəri. Hansını istəyirsən? Deyərsən, mən öyle salmışsan sən. Bu nə seçimdir qarşıma vurur? Allah bizi öz yaradılışının ən hörmətli qonağı qərar verib 2 dənə yol qoysun qabağımıza. Cənnət istəyirsən, cəhənnəm belə bir şey deyil. Cənnətin harasını istəyirsən, seçim elə. Ciddi müsabiqədir. İmtihan bunun üçündür ki, öz yerini tapasan. Hansınız daha yaxşı əməl sahibisiz? Streslə başlamaya həyatı, qorxu ilə başlama. İmtihan üçün bu dünyada yaranmışsınız. İmtihan da istedadları çiçəkləndirir. Bunun üçün neçə şərt var. Bağışlayın, çalışacağım tez yekunlaşdırım. Bunları deməliyəm sadəcə. Bunlar biraz sxem kimi görünür. Xoşlamıram belə tərzdə danışmaq, amma bəzi yerdə məcbur oluram. Bu bir dərs kimi istəmirəm olsun. Amma məcbur oluram. Bunun üçün neçə şərt var? İmtihan. İmtihanın şərtləri var. Bəzi şərtlər var, insana aiddir. 1. İmtihan olmaq üçün ilk növbədə ixtiyar olmalıdır. Seçim. Seçim olması imtihanın mənası yoxdur. Elə? Seçə biləsən. Seçim, ixtiyar sahibi olasan. Seçim üçün agəhlıq olmalıdır. Düşünmək, şuur olmalıdır. Hansını seçim? Bu ikinci şərt. Üçüncüsü təmayül olmalıdır, meyil. Meyillər toqquşmalıdır. Heç nə istəmirsənsə deyəcəklər, bu yaxşıdır, bu daha yaxşıdır. Bu pisdir, bu yaxşıdır. Sizin nə fərqi var? İstək olmayandan sonra. İnsanın bütün addımlarının arxasında istəkləri dayanır. Bütün istisnasız. Təmayül olmalıdır. Agəhlıq və ixtiyar. Bu insana aid olan xüsusiyyətlərdir. İnsan bilsə, istəsə, amma seçim olmasa imtihan olmur. İnsan seçim eləyə bilsə, istəsə, amma bilməsə imtihan olmur. Yəni bu üçdən biri olması imtihan baş vermir. Bu üçü də olmalıdır. Bunlardan danışmırıq biz, bu insana aid olan hissəsidir. Bizim mövzumuz axı insan deyil. İnsana aid yadındadır, Ramazan ayında bir dəfə danışmışam, 2 il. Bizim mövzumuz indi həyatdır.
Bu imtihanın həyatla bağlı şərtləri hansılardır? Həyatla bağlı şərtləri hansılardır? Buna toxunmaq istəyirəm. Şərt budur ki, imtihan üçün budur ki, şərtlərdən biri. Həyat insana düzlə yanaşı, səhv variantlar da təklif edir. Səhv variantlar da təklif edir. Həyat insana səhv eləmə imkanı verir. Bu qaydadır. Testdə 5 dənə cavab verir, neçə cavab, 3 variant, neçə variant olursa, hamısı səhv, biri düz. Onda olur imtihan. Hamısı düz variant, hamısı düz olmur. Bir sual elə bir dənə də variant qoya düz. Onda deyərlər ki, bu imtihan olmadı. Həyatın qaydalarından biri budur ki, həyat insana səhv variantlar verir, təklif eləyir. Dünyanın xüsusiyyətlərindən biri budur ki, dünya insana səhv seçim eləmə imkanı verir. Dünya insana günah şəraiti yaradır. Hadisələr elə tənzimlənir ki, günah yolu açılır qarşında. Günah yolu açılır. Allah fürsət verir, axı inkişaf eləməlisən. Səhv variantlara fürsət verir. Səhv eləmə imkanı özü imtihanın əsas şərtidir. Gedib görsən həccə, gedib Kərbəlaya, qayıdıb gəlir. Deyir, ən böyük günahların qapısı açılır üzümə. Dünən belə deyildik. Bilirsiniz niyə görə? Dünən zəif idin, Allah rəhm elirdi. Getdin həccə, nur gəldi, gücləndin. İndi gətirir sənə o nura müvafiq, uyğun imtihanlar çıxardır. Xətalar, günahlar. Ona görə görsən, bəzilər gəlir, deyir, nə oldu, mən getməsəydim yaxşı. Gəlir, günahların ona uyğunu qarşısına çıxır. Allah dünya vasitəsilə bizə xəta eləmə imkanı yaradır. Cənnətə daxil edir, deyir, la təqrəbə hazihi şəcərə. O cənnət deyil, o. O cənnət deyil, simvolikdir. Dünya həyatının simvolik tərifidir, ifadəsidir. Deyir, Adəm cənnətə getdi. O cənnət deyil, o cənnətdə qadağa yoxdur. Onun bağ mənasında deyiblər cənnət. O əslində başqa bir şeydir. Yəni orada qadağa var. Bir ağacı qoyub deyir, la təqrəbə hazihi şəcərə. Buna yaxınlaşma. O variantı təklif edir bu həyat sənə. O ağac da oradadır. Oradadır yaxınlaşma. Həyatın fəlsəfəsi budur. Günah imkanı versin, günah eləməyəsən.